efirimə çıxdı və sən ondan sonra birinci dəfədir mənim efirimdəsən və mən əslində vicdanım sızladı ki, oğlumu çıxartdım bura, oğlunu başladılar tənqid edəmək. Heç kəs valideynin məsuliyyətini daşımır. Heç bir övlad yaxşı yaxud pis ata və anasına görə cavabdeh deyil. Həmçinin Kəmalə Günəşlinin oğlu. Sözüm buradan Kəmalə Günəşlinin oğluna anasına görə mənfi rəylər yazanlaradır. Bunu etməyin. Çünki heç kəs sabahından sığortalanmayıb. Siz bilmirsiniz sizin, valideynlərinizin yaxud övladlarınızın başına sabah nə gələ bilər. Heç kəsə daş atmağa tələsməyin. Əslində sivil, normal cəmiyyətlərdə bu cür hallar olmur. Heç kəs heç kəsin işinə burnunu soxmur. Amma bizim kimi toplumlarda bu belə deyil. Hamını hər kəs maraqlandırır. Hər kəs hər kəsin şəxsi həyatına burnunu soxa bilir. Barmaqla göstərə bilir, qınaya bilir. Həm də məhz ata və anasının əməllərinə görə. Və bundan qızlardan daha çox oğul övladları əziyyət çəkir. Qızlarla daha asandır. Çünki qızlar məktəbə gedir, dərsə gedir, evə gəlir. Qızın çevrəsi ancaq qızlardır. Bir qız başqa bir qıza deməz ki, bax sən anan belədir, atan elədir. Deyən olsa da çox az olar. Amma oğlan çevrəsi belə deyil. Bir oğlan evdə oturmur axı. Dərsə gedər, işə gedər, bir dəfə kafeyə gedər, bir dəfə restorana çıxar, çevrəsində oğlanlar olar və oğlanlar bir-birinə qarşı çox qəddardılar. Ona görə də bu kimi hallardan daha çox oğul övladları əziyyət çəkir. Mən açığı heç istəməzdim ki, istər Kəmalə Günəşlinin, istər başqa bir hansısa məşhurun övladı efirə çıxsın. Təbii ki, nə o aparıcı, nə də Kəmalə Günəşli heç vaxt istəməzdi ki, belə bir problemlər yaransın. Sırf xoş niyyətlə onun övladını efirə çıxardılar. Amma bəzən toplumumuzda bu cür qəddar və acımasız linçlər də ola bilir. Amma bunu etməyin. Heç kəsin övladı ilə işiniz olmasın. Heç kəsin. Daha öncə də dediyim kimi, kimsə sabahından sığortalanmayıb.